Amalda MMC-nin baş direktoru Dönməz Məmmədov. Hörmətli Kamran müəllim, mən sizə müraciət etməkdə məqsədim, dəfələrlə etdiyim müraciətin nəticəsi olmadığı üçün yenidən müraciət edirəm. Bildirdiyim kimi, illərdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti və polis rəisi mənim fəaliyyətimi əlimdən alıblar. Çox təəssüflər olsun ki, illərdir hər ay dövlətə vergi ödəyib, lazımi sənədləri alsam da, bu şəxslər tərəfindən qeyri-qanuni olaraq müxtəlif adamlar, müxtəlif yerlərdə yerləşdirilib və orada özləri üçün onlara pul yığıb verirlər. Bu məsələnin bir tərəfi və dəfələrlə etdiyim müraciətin nəticəsi olaraq Baş Prokuror İstintaq İdarəsindən mənə rəsmi gəlmiş məktuba görə bütün sənədlər orada mənim müraciətim əsasında bu başlamış cinayət işindən birləşdirilib. Bildirmək istəyirəm ki, mən dəfələrlə bildirdiyim kimi Sumqayıt şəhər İcra Hakimiyyəti hörmətli Zakir müəllimin pul yığanı Məzar adlı şəxsin adını müraciət edib yazmışlar və bu adam Zakir müəllim Sumqayıt şəhərinə təqdim olduğu vaxtda bu pulları bizim əllərimizdən alıb və Zakir müəllimin adına yığıb aparırdı. Bildirmək istəyirəm ki, mən bu günə qədər nə Zakir müəllimlə şəxsi qərarcıyım var, hər hansı bir problemim də yoxdur. Bir sahibkar olsam da, fəaliyyətimi zəbt edib əlimdən alsa da yenə bildirirəm, mən Zakir müəllimi yəni üzbəyüz gəlməmişəm. İşlədiyim dövrlərdə hər bir zaman Zakir müəllimə tapşırıq əsasında bizim yanımıza gəlmiş Məzahir adlı şəxs bu pulları yığıb və Zakir müəllimin adına aparılır. Bu sənəddə göstərilir, yəni bu Məzahir adlı şəxsdir. Bildirmək istəyirəm ki, bu sənəddə baxıla bilərsiniz, yəni minlərlə bu vərəqdir. Bu vərəqin hər biri ayrı-ayrılıqda yazılmış vərəqlərdir və Məzahirin götürdüyü pullardır. Hörmətli Kamran müəllim, mənə Məzahir adlı şəxs zəng edib, demək 3 həftə bundan qabaq mənim şikayət etdiyimi bildirdi. Çox təəssüflər olsun ki, Məzahir adlı şəxs mənim şikayət etdiyimi bildirsə də, aidatı bu sənəd hara göndərilibsə, ya hüquq mühafizə orqanına, istər polislər, istərsə də prokurorluq tərəfindən mənə zəng edilib, hər hansı bir məlumat verilməyib. Buna görə də bir vətəndaş olaraq mən sizə təkərlə müraciət edirəm. Mənim hər hansı bir, yenə də bildirəm, istər icra hakimiyyəti, istər polis rəisi ilə şəxsi qərarcılıq ədavətim yoxdur. Bir sahibkar olaraq bildirmək istəyirəm, bəli, bugün mənim fəaliyyətim əlimdən zəbt edilib, problemlər yaşadırlar, yaşayıram. Ancaq bu Məzahir adlı şəxsin illərdir yığdığı 100 minlərlə pulun aqibəti olaraq mənim bu vəziyyətə salındığımı nəzərə almanızı xahiş edirəm. Bir vətəndaş kimi, bir Qarabağ müharibəsi veteranı kimi, bir sahibkar kimi bu məsələnin araşdırılıb sona çatdırmanızı sizdən xahiş edirəm. İkinci bir məsələ, dəfələrlə etdiyim bir müraciətdir ki, o da ki, xarici vətəndaşın əlində olunmuş, başlanmış cinayət işləri qədər bir vətəndaş, yəni Azərbaycan vətəndaşı qabağa verilib, onun əli ilə Azərbaycanda olan, demək ki, ola bilər ki, dövlət adamların bu şəxs bilə-bilə aldadır. Bu şəxs, bildirdiyim kimi, bu dövlət nümayəndəsi deyil ki, belə bir sənəd təqdim edir. Mən xahiş edirəm, bu sənəddə məndə onlarla bu sənəd var. Sizdən xahişim var, bir daha bir yerə müraciət edirəm. Xahişim nədən ibarətdir? Bir vətəndaş olaraq, bu vətəndaş, bunun arxasında olan xarici vətəndaş və bunların arxasında gizlənən məmurlar nə üçün bilə-bilə dövlət məmurların aldadıb, saxta sənədləri yerləşdiriblər? Bunların fəaliyyəti cinayət tərkiblidir. Bir də xahişim var ki, bu cinayət tərkibli, bu məsələ araşdırılsın, hüquqi qiymət verilsin. Bu məsələdən hər bir vaxtlarda bəzi dövlət orqanları istənilən və araşdırma aparmır. Baş Prokurorluğun aidatı dövlət qurumlarının üstünə yenidən müraciət etməyimi məsləhət bilir. Ona görə də mən bir daha Kamran müəllim sizdən xahiş edirəm, bir vətəndaş kimi, bir Qarabağ müharibəsi veteranı kimi, bir sahibkar kimi sizdən başqa bir söz demirik, bir şeydə xahiş edirik. Qanunla müraciətimiz araşdırılsın. Bu vətəndaş bilə-bilə dövlət məmurlarını aldadıb, məni çıxılmaz vəziyyətə salıb. Bu vətəndaş bilə-bilə korrupsiyada vətəndaş haqqında gedən cinayət işində olan materiallar məhv edilib.
Bu vətəndaş işlədiyi ərazidə vaxtilə bütün ərazi kamera altında olub. Bu işi bu günə qədər yubadıb, araşdırmaq istəyənlər izi itirmək istəyirlər. Ona görə də bir vətəndaş olaraq sizdən xahiş edirəm. Bir daha müraciət edirəm. Etdiyim müraciətlər ciddi nəzarətə götürülsün.